Salam əziz dostlarım, gəlin bu gün çox ləzzətli bir əncirli tart bişirək. Bu ləzzəti bişirməyə bir böyük kasada 1 yumurta, 200 qram un, 100 qram kərə, 50 qram şəkər, 1 çimdik duz və 1 çay qaşığı vanil artırıb bir xəmir yoğururuq. Hazırladığımız xəmirdən narəngi böyüklükdə alıb qalanını bir qalibin içərisinə yayırıq. Çanqalla izlər vurub qabaqcadan qızdırılmış firdə 180 dərəcə 10 dəqiqə bişiririk. Əncirləri hazırlayaq. 50 qram şəkəri tavaya töküb və karamelizə eləyib əridirik. 25 qram kərə artırıb böldüyümüz əncirləri altı üstünü qızardıb və xəmirin içinə düzürük. Qalan şirəni də üzünə tökürük. Biraz da üzərinə şəkər sərpişdiririk. Aldığımız xəmiri əncirlərin üzərinə rəndələyirik. Və yenə də 15 dəqiqə firdə 180 dərəcə ilə pişiririk. Xəmir qızarana qədər pişirin. Pişirən, yeyən hər kəsə nuş olsun. Bu gözəl ləzzəti direktə baş vurub sifariş verə bilərsiniz. Ləzzətli reseptləri öz ana dilimizdə axtaranlar lütfən peycimə bir baş vursunlar. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.